Bugün sizi Tac markası adı altında istehsal olunan, Araz marketlərdə satışda olan steak məhsulların istehsal prosesi ilə tanış edəcəm. Steak məhsullarının hazırlanması üçün yalnız yerli və erkək dana ətindən istifadə olunur. Danalar Bərdə, Beyləqan, Ağcabədi kimi rayonlardan gətirilir, Qida Təhlükəsizliyi Agentliyinin baytar həkimi nəzarəti altında kəsilir və ətlərin üzərinə baytar həkim tərəfindən möhür vurulur. Möhürlənmiş ətlər baytarlıq şəhadətnaməsi ilə birlikdə Araz marketin ət deposuna qəbul olunur. Steak məhsullarının istehsalı üçün dana ətinin premium hissələrindən istifadə olunur. Bunlar dananın antrikot, bel, can əti üzərində olmaqla tibon və budun noir hissələridir. İstehsalat prosesinə başlamadan əvvəl istehsalat sahəsinin sanitar auditi keçirilir. İstehsalat sahəsində sanitar gigiyenik normalara, temperatur qeydiyyatlarına xüsusi diqqət olunur. İstehsalat prosesi steak məhsullarının mişarda doğranması ilə başlanılır. Steak məhsullarımız 2 sm qalınlığında doğranılır. Çəkisi təqribən 300-350 qram aralığında olur. Onu da mütləq qeyd etmək lazımdır ki, məhsullarımız donmuş məhsullar deyil. Karkas ətlərimiz də, hazır məhsullarımız da 2-4 dərəcə temperaturda saxlanılır. Sonra steak məhsullarımız dinlənmə prosesinə göndərilir. Bir müddət dinləndirilən məhsullarımız qablara yığılır və gördüyünüz cihaz vasitəsilə vakuumlanaraq paketlənir. Paketlənmiş hər bir məhsulun tam hermetikliyi yoxlanıldıqdan sonra etiketlənməyə göndərilir. Etiketlənən məhsullarımız 2-4 dərəcə temperaturda soyuducularda saxlanılır. Tac markası adı altında istehsal olunan steak məhsullarına baytarlıq şəhadətnaməsi alınır. Sifarişə uyğun olaraq məhsullar baytarlıq şəhadətnaməsi ilə birlikdə Araz marketlərə göndərilir.